Bu güzgü qarşısındakı hamilə qadın öz qarnına baxaraq sevinirdi. Elə bu anda oyanıb görür ki, sən demə bu olanların hamısı şirin bir yuxu imiş. Bu distopik gələcəkdə qadınlar ana olaraq vaxt itirmək istəmirdilər. Onların çoxu işgüzar qadınlar və öz karyeralarını qurmaq istəyən qadınlar idi. Bəs belə bir zamanda qəribə bir şirkət ortaya çıxır. Bu şirkət ana və atadan müəyyən analizlər götürərək yeni körpənin dünyaya gəlməsində köməklik göstərirdi. Beləcə populyasiyada yaranan doğum azalmasını bərpa etməyə çalışırdılar. Şirkətin sözdə məqsədi isə uğurlu iş qadınlarının karyeralarını daha çox vaxt ayıra bilmələri üçün fürsət yaratmaq idi. Yeni doğulacaq körpələr yumurtaya bənzər plastik kapsullarda yerləşdirilirdi. Valideynlər telefonları vasitəsilə körpəyə musiqi və ya podkast dinlədə bilirdilər. Hətta bu proqram vasitəsilə uşağın nə yeyib, nə içəcəyini belə seçirdilər. Əgər valideynlər səyahətə çıxmalı olsaydılar, bu kapsullar 48 saatlıq batareya ilə işlədiyindən narahat olmağa ehtiyac qalmırdı. Bu distopik dünyada müəyyən olunan zamanlarda insanlar oksigen barlarında maskalarla hava alırdılar. Gənclər isə hətta ağacdan dərilmiş meyvəni yeməyə belə qorxurdular. Rachel və Alvi bir-birlərini sevən və mehriban bir ailə idilər. Rachel öz içində dayanmadan yüksələn bir iş qadını idi. Alvi isə təbiətlə iç-içə olan bir botanikaçı idi. Ona görə də hər şeyin getdikcə süniləşdirildiyi bu zamanda süni intellektlərə və ya kapsulda doğulan uşaqlara səbri çatmırdı. Bir gün Rachel'ı müdir yanına çağırıb deyir ki, onun bu şirkətdə günü-gündən parlayan bir ulduz işçi olduğunu və buna görə də əgər uşaq sahibi olmaq istəyirlərsə, şirkət bu xərcin yarısını qarşılayacağını deyir. Bu fikir də qadının beyninə girir deyə durur gedir həmin şirkətə. Qadın gəlib burada kapsuldakı körpə bədənləri görüb heyrətə gəlir. Rachel o qədər çox bu uşağı istəyirdi ki, hətta yuxularında belə övlad sahibi olduğunu görürdü. Həmin axşam evə qayıdanda kişi onların bank hesablarından $8,000 yoxa çıxdığını deyib sual verir. Qadınsa həmin şirkətdə depozit ödəyərək yer ayırdığını və onu anlamasını istəyir. Alvinin isə tam olaraq qorxduğu şeylər başına gəlirdi və o təbii yollarla uşaqlarının olmasını istəyirdi. İlk başda buna qarşı çıxsa da, sonradan Rachel'ın xətrinə dəyməyir və onunla razılaşır. Deməli bir neçə mərhələdən və prosedurdan sonra bunlar da bir yumurta sahibi olurlar. Yəni yapay bir körpə sahibi olurlar. Hətta qadın gecələr bununla bağlı qəribə yuxular görürdü. Bir gün Rachel yumurtanı götürüb gətirir evə ki, biraz vaxt keçirsinlər. Belə bundan sonra da olmaz dediyimiz şeylər olmağa başlayır. Kişi evdə olduğu müddətdə bu kapsula daha da bağlanır. Nə bilim, uşağı musiqi falan qulaq asdırır. Ona kitab falan oxuyur, gəzdirir. Hələ həmçinin yerinə qoyub yelləyir. Yəni bir sözlə Alvi getdikcə bu məsələyə Rachel'dan daha çox ciddi yanaşmağa başlayır. Tam əksinə qadınsa verdiyi qərardan peşman kimi görünürdü. O digər hamilə qadınlara baxaraq həsəd aparırdı. Üstəlik onun qəribə gördüyü yuxular getdikcə daha da artmışdı. Ona görə də bu yumurtadakı uşaq məsələsinə əvvəlki kimi ciddi yanaşmırdı. Uşaqlar, hər şey bura kimi əla gəlmişdi. Mən dedim ki, yəqin uşaq mutasiyaya məruz qalacaq ya da nə bilim, doğulandan sonra nəsə telepatik gücləri falan olacaq. Amma yox, bunlar sosial mesaj verəcəklər deyə o cür nə filmi zay eləyib qoyurlar bir qırağa. Yəni bunlar həmin şirkətə gəlib uşağın evdə doğulmasını istədiklərini deyirlər. Şirkət isə kapsulun onlara aid olduğunu və bunun mümkünsüz olduğunu deyir. Yəni uşaq doğulana qədər kapsul burada qalacaq. Bunlar da kör peşman qayıdarkən Alvi deyir ki, 5 dəqiqə gözlə qayıdıram və gəlib burada kapsulu tapıb birtəhər gizləyərək oğurlayıb qaçırır. Beləcə bunlar kapsuldakı uşaqlarını da götürüb hər kəsdən uzaqda bağ evinə köçürürlər. Bir də gecə yarı bunlar ayılır ki, uşağın doğum vaxtı gəlib çatır. İndi gəl sən bu kodu de ki, biz də açaq içindəki uşağı götürək. Amma görünüşə görə şirkət bunları bloklayıb deyə kapsulu mütləq həmin mərkəzə çatdırmalıdırlar. Alvinin də səbri tükənir, götürür avtoyorkanı başlayır kapsulu sökməyə. Axırda nəysə birtəhər söküb körpəni götürürlər. Rachel qırılmış kapsulu karafkaya qoyaraq gətirib burada poçta verib geri göndərir. Və beləcə də bunlar hər kəsdən uzaqda mutlu məsud yaşamağa davam edirlər. Dostlar, filmin vermək istədiyi mesaj dərindən də dərindir. Dayanmadan dəyişən bu dünyada bir çox insan bədənli formasını pozmaq istəmir. Bəziləri uşağın səs-küyünü sevməyir deyə, bəziləri hətta məsuliyyət götürməkdən qaçır deyə ana və ata olmaq istəmir. Amma dostum, bütün texnologiyalar, kapsullar, süni intellektlər nə qədər mükəmməl olsa da, bir körpənin ilk dəfə ana deyə səsləndiyin anın dəyərini verə bilərmi sizcə? Ya da gecə yarısı oyanıb, uşağının qoxusunu duyub, nəfəsini hiss etdiyin o anların bir batareya və plastik qutu əvəz edə bilərmi? Ey gözəl insan, gəl qarnını şişirtmədən ana adını daşı. Bax onda da bir sual ortaya çıxır.
Bəs insan olmaq nədir? Sevmək nədir? Bütün bu texnologiyalar sənin övladına ana südünün qoxusunu, ata qucağının istiliyini verə biləcəkmi? Uşağın ilk dəfə ana deyib səni səslədiyi an, ya da ki ilk addımı atdığı gün bir texnologiya sənə bunları yaşada bilərmi? Həyat bəzən ən gözəl anları ən çətin anlarda gizlədir. Bəzən bir körpənin gülüşündə, bəzən də onun ağlamasında. Və dostum, bəzən həyatın mənası məhz o qaranlıqda və çətinlikdə gizlidir. Deyək ki, hər şey rahat, problemsiz olsa, səncə həyatın dadı qalarmı? Bilirəm, yenə biraz çənəm düşdü. Ona görə də sən nə düşünürsən dostum? Səncə texnologiya həyatımızı asanlaşdırır, yoxsa bizi insanlıqdan uzaqlaşdırır? Səncə sevgi və məsuliyyət bir yerdə var ola bilərmi? Rəylərdə fikirlərini yaz, birlikdə müzakirə edib dərdlərimizi bölüşək. Filmin adı isə The Put Generation-dır. Filmin IMDb reytingi isə 5.6-dır. Uşaqlar, bugünlük də bu qədər. Sağ olun və özünüzə yaxşı baxın.